Salam dostlar, mən Mehmanur. Bugün sizinlə mixəyin faydalarından danışacağıq. Mixəyin faydaları aşağıdakılardır. Mixək, elmi araşdırmalar qeyd edir ki, mixək çox güclü ağrı kəsicidir. Yəni, tərkibində olan evgenol, xüsusilə diş ağrısını lidokain tabletindən də güclü ağrıları kəsəndir. Yəni, evgenol tərkibində olan evgenol maddəsi təbii ağrı kəsicidir. Kimyəvi dərmanlardan fərqli olaraq bu bədən üçün zərərləri yoxdur, faydalıdır. Mixək həmçinin bədəndə olan iltihabları aradan qaldırır. Xüsusilə artrit, şişliklər, əzələ ağrıları, bədənimizdə bütün iltihabları aradan qaldırandır. Elmi araşdırmalar zamanı məlum olmuşdur ki, mixəyin tərkibində olan maddələr iltihaplanmanı ibuprofen tabletindən də güclü olaraq aradan qaldırmışdır. Bədənimizdə olan mikrobları, bakteriyaları zərərsizləşdirir. Ondan əlavə mixək göbələklə, kandida göbələyinin əleyhinə, kandida göbələyini bədənimizdən təmizləyəndir. Həmçinin virusları da bədənimizdə öldürür. Hətta elmi araşdırmalar sübut edir ki, malariyanın fəsadlarını aradan qaldırır, malariyanı sağaldır. Çünki çox güclü bir təbii antibiotikdir. Yəni, elmi araşdırmalar sübut edir ki, bədənimizdə olan faydalı bakteriyalara toxunmadan bədənimizdə olan zərərli bütün mikroorqanizmaları, bakteriyaları, virusları, mikrobları və kandida göbələyini öldürəndir. Mixəyin tərkibində olan evgenol maddəsi zərərli patogen mikroorqanizmalara üst təbəqəsinə zədələməklə onları bakteriya, virus, mikrob və kandida göbələyini məhv edir. Mixək ondan əlavə dostlar, insulini norma salır və şəkəri bədənimizdə nizamlayır. Hətta şəkərə qarşı istifadə olunan metformindən də güclü olaraq qan şəkərini nizamlayandır. Ən əsası da dostlar, mixək tərkibində olan maddələr xərçəng əleyhinə çox güclü təsir göstərir və xərçəngin yaranmasının inkişafına qarşısını alır. 2017-ci ildə heyvanlar üzərində aparılmış araşdırmalara görə mixəyin tərkibində olan kimya birləşmələr xərçəng hüceyrələrinin inkişafının qarşısını alır və xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır və xərçəng hüceyrələrinin inkişafını dayandırır. Bu heyvanlar üzərində 2017-ci ildə aparılmış araşdırmanın nəticəsidir. Xərçəng hüceyrələrinin yaranmasını və inkişafını qarşısını almaqla qaraciyərdən və bədənimizdən toksinlərin atılmasında çox mühüm rolu var mixəyin. Yəni, bədənimizdən toksinləri atmaqla xüsusilə qaraciyərdə aspirin kimi qanı duruldandır. Yəni, qan durulducu dərmanlı tabletlər, kimyəvi tabletlərdən uzaq durmaqla mixək çiynəməklə qanı durutmaq mümkündür. Hansı ki, bu da insultun, infarktın, trombların damarlarda yaranmasını qarşısını alır və qanın durulaşmasına səbəb olur. Həmçinin elmi araşdırmalar sübut edir ki, dostlar, kimyəvi tabletlər sadəcə olaraq bədənimizdə xəstəliklərin simptomlarını aradan qaldırırsa, mixəyi istifadə etməklə sadaladığımız bu faydaları xəstəliklərdən uzaq olmuş olaraq və bu faydaları görmüş olaraq. Mixəyin sayəsində əhval-ruhiyyəmizi yüksəldə bilərik. Yəni, mixək çiynədikdən sonra əhval-ruhiyyəmiz yüksəlir. Mədə bağırsaqlarda hərəkətliliyi artırmaq nəticəsində bədəndə toplanmış qazların atılmasına nail olmaq olur. Yəni, mədə bağırsaqlarda şişlikləri, qazı aradan qaldırır. Mixəyin tərkibində ondan əlavə dostlar, sağlığımız üçün mühüm rol oynayan antioksidanlar çoxluq təşkil edir ki, bu da bizi xəstəliklərdən qoruyur. Xüsusilə ağız qoxusu gələnlər, bu mədə bağırsağında və digər orqanlarında kandida göbələyi, helikobakter, pilori nəticəsində
ağızdan gələn qoxunu aparmaq məqsədi ilə bir neçə mixək çiynəməklə bunu aradan qaldırmaq mümkündür. Mixək yağını isə ağrıyan əzələlərə sürtməklə ağrıları aradan qaldırıb mümkündür. Dostlar, bu ara videonu bəyənib abunə olmağı unutmayın. Qısaca mən bir də mixəyin faydalarını qısa söyləyirəm. Ağrı kəsicidir, iltihabı aradan qaldırandır, mikrobları, bakteriya, virusları, kandida göbələyini, zərərli mikroorqanizmaları öldürəndir, malariyanı sağaldandır, güclü antibiotikdir, qanda şəkəri salır, insulin hassasiyyətini, duyarlılığını aradan qaldırır, xərçəng əleyhinə, xərçəng hüceyrələrinin yaranmasını və inkişafının qarşısını alır, toksinləri bədəndən və qaraciyərdən atır, qanı duruldur və damarlarda trombların yaranmasının qarşısını alır və infarkt və insultdan bizi qoruyur. Əhval-ruhiyyəni yaxşılaşdırır, həzmi yaxşılaşdırır, bağırsaqlardan qazı çıxarır. Tərkibində olan antioksidanlar bizi yaşlanmadan və xəstəliklərdən, xüsusilə xərçəng xəstəliyindən qoruyur. Ağızdan gələn pis qoxunu aradan qaldırır. Onun yağını, mixəyin yağını əzələlərə sürtməklə əzələ ağrılarını aradan qaldırmaq olar. Dostlar, sadaladığımız kimi kimyəvi dərmanların çoxusu sadəcə xəstəliklərin simptomlarını aradan qaldırmaq məqsədi güdürsə, lakin mixəklə biz bu sadaladığımız xəstəlikləri elmi araşdırmalar sübut edir ki, bu xəstəlikləri demək, qripdən xərçəngə qədər qorumaq, sağlam yaşamaq olar. Ona görə də hər gün bir neçə mixək çiynəməklə sağlığınıza qovuşun. Məndən bu qədər dostlar. Videonu bu ara bəyənib abunə olmağı unutmayın. Sağ olun. Yeni videomda yeni görüşlərə dək mən Mehman Nur, Timur Nur TV kanalında yenidən görüşənə dək sağ olun dostlar.